Bəli, havalar soyuyar, soyunmaz, xüsusilə də belə deyim, dağlıq bölgələrdə, dağlıq ərazilərdə təsərrüfatlara heyvan hücumları artır. İstər çaqqal, tülkü, canavar, eləcə də ayı hücumları qeydə alınır. Elə vaxtaşırı bununla bağlı xəbərləri də diqqətinizə çatdırırıq. Bəs bu hallarda vətəndaşlar nə etməlidirlər? Yəni başa düşdük süjetdə də bəzi məsələlərə aydınlıq gətirildi. Bu hücumların qarşısının alınması üçün nələr etmək lazımdır? Eyni zamanda dövlət qurumları bu sahədə hansı qabaqlayıcı tədbirləri görür. Bununla bağlı ümid edirəm ki, suallarımıza cavab aldıq süjetdən. Bəs sığorta məsələsi necə? Bu cür hallarda sığorta tətbiq olunurmu? Bunu da daha yaxından öyrənmək üçün elə telefon bağlantısı yaratmışıq. Bizimlə hazırda bağlantıda Aqrar Sığorta Fondunun rəsmisi Əli Əhmədovdur. Salam, sabahınız xeyir Əli müəllim. Çox təşəkkür edirik. Salam, sabahınız xeyir olsun. Təşəkkür edirik. Belə bir sual ünvanlamaq istəyirəm. İlk birinci sualımız bu olsun. Belə ki, vəhşi heyvan hücumları ilə bağlı sığorta varmı və qaydalar necədir? Xahiş edirəm bununla bağlı məlumatlandırardınız bizi. Salamlayıram sizi və tamaşaçıları. Təşəkkür edirəm belə vacib məsələyə diqqət ayırdığınıza görə. Doğrudan da son vaxtlar ölkənin müxtəlif ərazilərində, müxtəlif rayonlarda vəhşi heyvanların təsərrüfatlara, o cümlədən kənd təsərrüfatı heyvanlarının hücumlarının sayı artmaqdadır. Nəticədə təsərrüfatlardakı heyvanlar tələf olur, yaralanır və bununla da fermerlərə böyük ziyan dəyir. Və nəzərinizə çatdırım ki, bununla bağlı fermerlərin çıxış yolu var. Azərbaycanda dövlət dəstəyi ilə tətbiq olunan aqrar sığorta mexanizmi çərçivəsində digər risklərlə yanaşı kənd təsərrüfatı heyvanlarını vəhşi heyvanların hücumundan da qorumaq mümkündür. Məlumat üçün deyim ki, aqrar sığorta kənd təsərrüfatı heyvanlarını müxtəlif risklərdən sığortalayır. Buna zəhərlənmə, yoluxucu xəstəlik, ilan və həşərat sancması, təbiət hadisələri, yanğın, digər hallar aiddir və eyni zamanda heyvanlar bu sığorta çərçivəsində deməli, vəhşi heyvanların hücumundan da sığortalanır. Yəni, vəhşi heyvanların hücumu nəticəsində heyvanlar tələf olunarsa və yaxud da məcburi kəsimə gedərsə, fermerə dəyən zərəri Aqrar Sığorta Fondu qarşılayır. Və bu sığortanın qiyməti olduqca cüzidir. Çünki bu dövlət dəstəyi ilə təqdim olunur. Sığorta haqqının yarısını fermerin əvəzinə dövlət ödəyir. Məsələn, misal göstərək, tutaq ki, burada hücumlar zamanı ən çox zərər çəkən heyvanlar keçi və qoyunlardır, qoyun sürülərdir. Bir qoyunun təqribən 300 manat qiyməti olan bir qoyunun sığortası dövlətin dəstəyi ilə fermerə ildə cəmi 7 manata başa gəlir. Bu olduqca kiçik məbləğdir. Əslində bu 14 manatdır, amma onun yarısını dövlət ödəyir. Və bu 300 manatlıq qoyun vəhşi heyvan hücumu nəticəsində tələf olarsa, dövlət həmin qoyunun sahibinə, fermerə onun 10%-ni çıxmaqla 270 manat ödəniş edir. Eyni qayda ilə, məsələn, 1000 manatlıq inəyin sığortası cəmi 24 manata başa gəlir və vəhşi heyvan nəticəsində o inəyə zərər vurularsa, tələf olarsa inək, yəni itirilərsə, onda 10% çıxmaqla həmin fermerə, yəni heyvanın sahibinə 900 manat ödəniş edilir. Yəni sadə desək 10% çıxılır, qalan məbləğ deməli fermerə, inəyin sahibinə və yaxud da heyvanın sahibinə ödəniş edilir. Bəs Əli müəllim, sığorta hadisəsi baş verdikdə vətəndaşlar nə etməlidir? Azərbaycanda artıq aqrar sığorta çərçivəsində belə hadisələr baş verib və aqrar sığorta belə hadisələrə görə ödəniş edibdir. Ölkəmizin müxtəlif ərazilərində vəhşi heyvanların hücumu bura canavar, ayı, çaqqal aiddir. Yəni belə heyvanların hücumu nəticəsində vəhşi heyvanlar, kənd təsərrüfatı heyvanlarına dəyən zərərlər qarşılanıbdır. Təxminən 10-12 heyvanda belə hadisə baş veribdir və aqrar sığortada sığortalı heyvandan söhbət gedir və aqrar sığorta fondu da bu heyvanlara tələf olması nəticəsində təsərrüfatlara dəyən zərəri qarşılayıbdır. Aha, çox sağ olun Əli müəllim. Belə bir sualı da ünvanlayım, yekunlaşaq. Fermerlərə tövsiyələriniz nələrdir? Nə düşünürsünüz? Fermerlər nə etməlidirlər? Bizim fermerlərə tövsiyəmiz ondan ibarətdir ki, əsas tövsiyəmiz ondan ibarətdir ki, onlar öz təsərrüfatlarını sığortalasınlar. Dövlətin çox yaxşı dəstəyi var. Yarı qiymətini, sığorta haqqının yarısını dövlət özü ödəyir. Kiçik bir hesablama, sadə hesablama da göstərir ki, heyvan sığortası nə qədər sərfəlidir. Xüsusilə də qış vaxtları heyvanların ən çox zərər çəkdiyi hadisələr vəhşi heyvanların hücumudur.
Bu müxtəlif rayonlarda baş verir. Məsələn, Qubanın dağlıq rayonlarında baş veribdir. Biz burada görüşlər keçmişik. Digər ərazilərdə, tutaq ki, Ucar rayonunda da baş veribdir, onun müxtəlif kəndlərində. Və qış vaxtı digər risk heyvanlar üçün, heyvan təsərrüfatları üçün əsas risklərdən biri yanğındır. Bəzən tövlələr müxtəlif qayda ilə istidilir, qızdırılır heyvanların üşüməməsi üçün, donmaması üçün və nəticədə bəzi hallarda burada yanğın hadisəsi baş verir. Ötən illərdə belə hallar olubdur. Aqrar sığortanın ödəniş verdiyi hallar da olubdur və yaxud da sığortalanmaq istəyib, amma bunu sonraya saxlayan təsərrüfatlarda belə hallar çox təəssüf ki, baş veribdir və fermerlər böyük zərərə düşüblər. Fermerlərə tövsiyəmiz odur ki, onlar öz təsərrüfatlarını vaxtında sığortalasınlar ki, belə risklərdən qorunmuş olsunlar. Təşəkkür edirik Əli müəllim. Bir daha xatırladım, bizimlə bağlantıda Aqrar Sığorta Fondunun rəsmisi Əli Əhmədov idi və məlumatlandırdı bizi, həm də həmçinin fermerləri, təsərrüfat sahiblərini, hansı ki, belə deyim, xüsusilə soyuq havalarda baş verir bu hadisələr, yırtıcı heyvan hücumları artır, təsərrüfatlara ciddi şəkildə zərər dəyir, fermerlər də zərər görür. Bəs bu halda fermerlər nə etməlidirlər? Əlbəttə ki, daha əvvəldən elə öz təsərrüfatlarını sığortalatmalıdırlar ki, bu cür hallar da yaşananda heç olmasa minimum risklə xilas olmuş olsunlar. Əks halda elə dəyən zərər elə həmin fermerə dəyir. Çox təəssüf ki, əziyyəti də hədər getmiş olur. Çünki heç kim heç nədən sığortalanmayıb, hər an baş verə bilər. Yəni, dağlıq ərazidə, bölgədə yaşayırsınızsa, bunu da nəzərə almalısınız. İstənilən tədbir görülsə belə, hər bir halda yırtıcı heyvan hücumları da baş verə bilər. Əlbəttə ki, digər təbii hadisələr də yaşana bilər. Elə Əli müəllim də qeyd etdi, yanğın hadisələri də vaxtaşırı qeydə alınır və bütün bunlarla bağlı dövlət çox yaxşı şərtlər altında məncə sığorta şərtləri də tətbiq edir və yəni odur ki, yararlanın deyə düşünürəm.